Salamlar. Bugünkü mövzumuz uşaqlarda rast gəlinən ev qəzalarıdır. Uşaqlarda rast gəlinən qəzalar arasında ev qəzaları 18-25% təşkil edir. Ev qəzalarında yıxılmaları, yanıqları, ya cisimlərin aspirasiyası, suda boğulma və ya kimyəvi maddələrin içilməsi, zəhərlənmələri göstərə bilərik və bu qəzaların olma səbəbi isə uşaqların ətrafı daha çox maraqlanmağı və kəşf edərək öyrənməsidir. Uşaqlar arasında rast gəlinən ev qəzalarının daha faiz olaraq göstəricisi yıxılmalardır. Ev şəraitində uşaqları yıxılmalardan qorunmaq üçün yataqlarının kənarlarının qoruyucusunun olması, ev içində olan nərdivanlarda tutacaqların olması, yataq dəstinin, stolun pəncərədən uzaq məsafədə olması və uşaqların paltarını dəyişən zaman isə qısa bir müddət olsa da yanından ayrılmaması. Yıxılmalar zamanı uşaqlarda huşun pozulması, qusma olarsa, dağınıqlıq olarsa, gəzmə və görməsində bir pozğunluq yaranarsa, ağızdan qan gələrsə, burun və qulaqdan hər hansı bir maye, qan axıntısı olarsa mütləq şəkildə həkim baxışı lazımdır.